Salam əziz dostlar, son 2-3 gündür sosial mediada güya Türkiyənin Ermənistana 10 milyon dollar məbləğində yardım ayırdığı barədə məlumatlar paylaşdırır. Hətta deyilir ki, güya Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bununla bağlı sərəncam imzalayıb. Güya sərəncamla Ermənistanda ehtiyacı olan ailələrə və hərbiçilərin ailələrinə 10 milyon dollar məbləğində yardım ayrılıb. Bunu da Türkiyədən Azərbaycana böyük zərbə kimi təqdim edənlər var. Çox təəssüflər olsun ki, bizim peşəkar jurnalistlər də belə məlumatı etibarlı mənbə göstərmədən, rəsmi məlumat olmadan belə deməli məlumatı paylaşmışdılar. Bizim də qarşımıza çıxıb, yəqin sizin də qarşınıza çıxıb. Təəssüf edirəm ki, bizim peşəkar jurnalistlər də bu məlumatı paylaşıblar. Məlum olur ki, bu məlumat kökündən yanlışdır və dezinformasiyadır. Çünki həm Türkiyə tərəfi, həm Azərbaycan tərəfi belə məlumatlarla bağlı deməli məlumata münasibət bildirirlər və bunu dezinformasiya olduğu barədə məlumat verirlər. Eyni zamanda da Türkiyə-Azərbaycan qardaşlıq, dostluq, müttəfiqlik münasibətlərinə zərər vurmaq üçün ortaya atılmış dezinformasiya olduğunu vurğulayırlar. Deməli, bununla bağlı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin dezinformasiya ilə mübarizə şöbəsi məlumat yayıb. Rəsmi Ankara, Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan'ın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərəcəyinə dair xəbərləri əsassız adlandırıb. Bildirilib ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır. Cənab Prezident Rəcəb Tayyip Erdoğan'ın Ermənistanda ölən əskərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardımın göstərilməsi ilə bağlı fərman imzaladığı iddiaları tamamilə əsassızdır. İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməmələri yalnız rəsmi qurulma tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik deyə açıqlamada qeyd olunur. Medianın İnkişafı Agentliyi də Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı açıqlama yayıb. Bildirilib ki, bir sıra xarici onlayn xəbər kanallarında və sosial media segmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsəd daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur. Aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rus dilli segmentində Tsargrad TV resursundan qaynaqlandığı aşkar edilmişdir. Ölkəmizə qarşı yönəlmiş saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbul edilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq. Eyni zamanda hər iki ölkənin ictimaiyyətinin saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvət edirik. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir deyə Medianın İnkişafı Agentliyi bildirib. Yer gəlmişkən onu da qeyd edim ki, belə məlumat ilə əvvəlcədən də dezinformasiya olduğu bilinirdi. Bir şeyi peşəkar jurnalistlər, insanlar deməli nəzərə almalılar ki, ümumiyyətlə Türkiyə-Ermənistan münasibətlərinin qurulması istiqamətində işlər gedir, amma Türkiyə-Ermənistan münasibətlərinin deməli münasibətlərin yaranması üçün, əlaqələr qurulması üçün Azərbaycanla sinxron iş görülür. Yəni, Türkiyə Ermənistana münasibətdə bütün addımlarını Azərbaycanla məsləhətləşmədən sonra atır.